Xəbər bürosuna xoş gəlmisiniz, dəyərli izləyicilər. Bugün sizə qışın ən gözlənilən və ən romantik xəbərini gətirmişik. Bakı üçün hava proqnozları dəyişir. Paytaxtı ağ günlər gözləyir. Qar həsrəti çəkənlər üçün müjdə, sürücülər və piyadalar üçünsə ciddi xəbərdarlıq var. Çünki Bakıya dayanmadan sulu qar və qar yağışı gəlir. Tarix artıq dəqiqləşdi və yaxın günlərdə şəhərimiz tamamilə fərqli bir mənzərəyə bürünə bilər. Qış mövsümünün bəzəyi sayılan qar nəhayət ki Bakıya üst tutur. Meteoroloji proqnozlara əsasən yanvarın 16-sından etibarən paytaxtda sulu qar və qarla müşayiət olunan yağıntıların başlaması gözlənilir. Məlumatlara görə bu yağıntılar yanvarın 22-sinədək davam edəcək. Həmin müddət ərzində havanın temperaturu tədricən enəcək. Xüsusilə gecə və səhər saatlarında yolların buz bağlaması ehtimalı artacaq. Bu isə həm sürücülər, həm də piyadalar üçün ehtiyatlı olmağı zəruri edir. Sinoptiklər bildirir ki, yanvar ayının sonuna qədər sulu qarın fasilələrlə yağması gözlənilir. Bu da o deməkdir ki, Bakı bir neçə dəfə qış ab-havasını tam şəkildə hiss edəcək. Şəhərin müxtəlif ərazilərində qar örtüyünün formalaşması mümkündür. Bu hava şəraiti bir tərəfdən qış sevənlər üçün sevincli xəbərdir. Digər tərəfdən isə gündəlik həyatımıza müəyyən çətinliklər yarada bilər. Xüsusilə nəqliyyatda ləngimələr, sürüşkən yollar və hava temperaturunun kəskin enməsi diqqətdə saxlanmalıdır. Bir sözlə, paytaxt Bakını ağ günlər gözləyir və qarşıdakı günlərdə şəhər tam fərqli bir mənzərə ilə bizi qarşılayacaq. Sizcə bu il Bakıda güclü qar örtüyü yaranacaq, yoxsa yenə də sulu qarla kifayətlənəcəyik? Qar yağmasını sevirsiniz, yoxsa gündəlik həyatınıza çətinlik yaradır? Fikirlərinizi mütləq şərhlərdə yazın. Videonu bəyəndirməyi unutmayın, Xəbər Bürosu kanalına abunə olun və zəng işarəsini aktiv edin ki, ən son və ən maraqlı xəbərləri ilk siz izləyəsiniz.